اگه فکر میکنی داری کار دینی میکنی، پیامبر میگه این بدعته و من این کارو نمیکنم. من نمیخوام خدا رو ملاقات کنم در حالی که در دینش بدعت آوردم. اجبار در دین رو یه جور بدعت میدونه. به خود من یه روحانی مسئول بود، بهش گفتم آقا شما آخه این بساطی که راجع به حجاب رو گفت به هر قیمتی ما درستش میکنیم. گفتم خب ببین به هر قیمتی که گفت همینو که هست. میگه بحث نکن با من، مثلا بحث دینی نداشت، گفت همینو که هست، ما به هر قیمتی شده درستش میکنیم. نمیتونه ها، منم دلم میسوزه که آخه نمیتونی، چون اون چیزی که شعار میدید خودتون اعتقاد ندارید، مأمورتون هم اعتقادی بهش نداره. چون اگه دین جایی نیومده این اجباری که راه انداختید، غیر از اینکه این چه سرکاری گذاشتید ملت ما رو. اصلا مسئله ما حجاب نیست. الان اگه دنبال مشکلات اجتماعی میگردید بریم ببینید آمار خودکشی به کجا رسیده. واقعا باید زنگ خطر زده بشه تو کشور. با استعانت ذات لایزال الهی و در سایه توجهات حضرت دوست و با عرض تبریک زادروز مهربانوی آذربایجان و با پیروی از منویات حکیمانه مقام معظم رهبری آذربایجان و آهنین مشتش متزل العالی، من جاسوس FBI اجیر شده از طبق فعال زال فریب خورده وعده های پوشالی دژمن عضو سازمان های موسوم به ضد انقلاب اجنبی وطن فروش ضد ایران و ایرانی dünənin zamanə və inqilab kumsəsi bucun olub təciziyə tələb əyadiyə qərb gələcək neçə dəqiqədə sizinlənəm və bu atopbeşbətərdir ey milləti fərib xordi. Bir verilişi sizin üçün və bütün ağızların göyə açanlar üçün, sizlər üçün ki Cədid Cumhurdan çoxlu intizarınız var. Şəxs sizin üçün ki arzularınıza çatana kimi tarixi keçirik. Sizlər üçün ki səsiz heç bir yerə çatmır və bu veriliş vasitəsi ilə səsizi bir yerə çatdırmaq istəyirsiniz. Şəxs sizin üçün ki tüfəh dərsi verənlərdən bezmisiniz və dayvert eləmisiniz, əbiləmiyə. Bu gecə sizlərin huzuruna çatdırmaq istərəm ki, gəlin çalışaq, sevimli sözümüz şərafət, nifrət etdiyimiz söz məcazi, sevimli etiyadımız sevgi və sevimli səs qurtların səsi olsun. Alors, votre mot préféré, Alain Delon? Honneur. Le mot que vous détestez? Virtuel. Votre drogue favorite? L'amour. Le son, le bruit que vous aimez? Le bruit du loup. Le hurlement du loup la nuit dans la forêt. Təbrizin imam cüməsi dedi, bahalıq çoxdur, amma demədi mallalar bu çoxluqda. Nəxşiləri var ya mallalar çoxalmaqla, bahalıq da çoxalır. Urmunun imam cüməsi dedi, əsirlər ölkənin iftixarıdırlar, amma demədi onlardan sui-istifadə eləyən hakimiyyət ölkənin nəmnəsi sayılır. Ərdəbilin əlif mimcimi dedi, insanlar səfər ayının xurafatlarını qəbul etməkdən çəkinməlidirlər, amma demədi ruhaniyyətin xurafatlarından da çəkinməlidirlər, ya xurafatın da yaxçı pisi var. Bocnurdun imam cüməsi dedi, məclis dövlətin vəzirlərinə etimad rəy verməkdə ixtiyar sahibidir, amma demədi bu ixtiyar kim məclisə veribdi? Ağay ağaha ya məqam-ı məqamha. Zəncanın imam cüməsi dedi, ölkənin difai sənayeyinin danışməndlərinin qədrini bilməliyik, amma demədi usulən mallahayı həmişə dər səhni və ruhaniyyəti müəzzəz kimin qədrini bilirlər ki bunlarda olsunlar. İkincisi, ruhaniyyəti hakimiyyəti hamıdan öz nəflərinə istifadə eləyəndən sonra qədirlərin bilmirlər ki heç qədirdanların da patladırlar. Qəzvinin əlif mimcimi dedi, kabiniyə tam etimad rəy dövlət və məclis arasında yaxçı təamülü nümayiş etdi, amma demədi ehyanən dövlət və məclis hər ikisi ağayı ağahanla yaxçı təamüllərin nümayiş elədilər ya yox. Rəşdin imam cüməsi dedi, Erdoğan sözünə sadiq qalmaq üçün Amerikanın paygahların bağlamalıdır, amma demədi bu Amerika paygahları dəqiqən hardadılar ta Erdoğan onu bağlamaqla mallaların rizayətin cəlb eləyir. Bir də ki, mallalar sözlərinə sadiq qalmaq üçün nə iş görməlidirlər. Ərakin imam cüməsi bu həftə bir söz demədi, yəni heç yox idi ki bir sözdə desin. Şayad azim olubdur. Həmədanın imam cüməsi dedi, Filistin məzlumiyyətindən himayət eləmək, İmam Hüseyn məsirində hərəkət eləməkdir.
Amma demədi Cümhuriyyət İslamiyin əsiri olan millətlərdən himayət eləmək hansı məsirdə hərəkət eləməkdir. Və axırda son günlərdə milli mədəni fəallar üstə fişar artıbdır. Cümhuriyyət İslami Azərbaycan və milli hərəkətin potansiyelləri hamılara aydın olandan sonra fişarı fəalların üstə artırıbdır. Və fikr eləyir bu fişarlarla bu hərəkəti dayandıra biləcək. Amma bilmir bu yol yolçusuz qalmayacaq. Kərim Bokserin cismani durumu yaxşı deyil, əzimiyyə qədimin sağlamlığı təhlükə altındadır. Və onlar mədəni fəal hər gün yeni bir fişara məruz qalırlar. Mədəni fəalların yeri Cümhuriyyət İslami işgəncəgahları deyil, onları azad edin. Diniz yoxdursa, bari azadə olun. Bu həftənin yeni və mübahisəli mövzularından biri də Cədid Cümhurun kabinəsinin təşkili və məclisdən rəyi etimad almaq idi. Bundan keçsək ki, Cədid Cümhur birinci addımlarında vədələrinə əməl eləmədi və dəxil düşənlərin də kəmi ta qisməti naümid elədi. Çatacaq məclisdəki nütqlərinə ki, çalışdılar məclisiyyuni rəyi etimadı vəzirləri üçün cəlb eləsinlər. Əlbəttə Cədid Cümhur ilə əvvəldə məclislərin əlinə su töküb dedi ki, mən danışmaq başarmıram. ببخشید که به هر حال من بلد نیستم زیاد حرف بزنم با اون چیزایی هم که قرار رو کاغذ بخونم بدتر خراب میکنم. به هر حال امیدوارم که موفق باشید. چی رو؟ وزرا که بلدن اونا رو تو اونجا کاغذ برداشت. Bəli, nümayəndələr gördülər Cədid Cümhur çox danışmaq başarmır, başladılar müxalif saz çalmağa. Yəni kabineyi ki məclisə müərrifi eləmişdi, o qəd pərt idilər ki, dedilər Cəlili bilsəydi sənin kabinən bunlar olacaq, əvvəldən çəkilərdi qırağa, ta bir belə millətin əli üstə xəş qoymadan sən çıxıb oturaydı. اولا کلیت کابینه مطلوب نیست اما موجهه. اگه لیست این کابینه توسط آقای دکتر پزشکیان در وسط میدان مسابقه به دکتر جلیلی ارائه میشد، فرایند رقابت کوتاه میشد و همون وقت آقای جلیلی به نفع آقای پزشکیان کنار میکشید و کار ادامه پیدا میکرد. Buradaydı ki, Cədid Cümhurun əsabı qarışıb, dedi mənim ağzımı açmayın. نادر نذار بگم اون بالا چی شده. نذار آبرو تو جلو خواهرت ببرم ها. نذار بگم یقشو گرفتی آوریش رو بالکن، هی گفتی سهم نونوایی رو بده، پول خونه رو کشتی بالاها. نذار بگم هولش دادی پرتش کردی پایینا. نذار بذار این زبون سابورده من بسته باشه. Cədid Cümhur özünə müsəllət olub ağzını açmadı və kabinəsinin Təhtçə xanımın verdi qabağa. Ta əlin tərsə üzü ilə qoysun məclislərin ağzının üstə. O da əl-həqq və əl-insaf qəşəh qoydu. یکی از افتخاراتی که الان منجر شده بعد از 23 سال از این پله ها بیام بالا صحبتامو بکنم و از پله های دیگه خارج بشم. صداقتم، تخصصم، şəffafiyətim. Bəli, gördüyünüz kimi xanım vəzir bir ayağını qoydu pillələrin bu tərəfinə. Bir ayağını da qoydu pillələrin o biri tərəfinə və sədaqətindən danışdı. Şəffafiyət və təxəssüsü tük olub, amma qırılmayıbdı. وقتی به مومی رسیدید تو زندگی برای اینکه پاره نشید میرفتید سراغ کی؟ Qısası Cədid Cümhur gördü xeyr. Olmayacaq. Vəzirləri bir sədaqətdən cırılsalar da məclisilər vəzirlərinə qıp qoyub bir pülçük bənd eləyəcəklər. Qolların çırmalayıb mittik koman var girdi meydana və az tərəfi hakimi bozorg gözlərin yumub ağzını açdı. وزیر ارشاد که دیگه اصلا نمی اومد. آقا بهش دستور داده اومده. حالا دیگه من نمیخوام این حرفا رو بزنم. چرا منو وادار میکنید مثلا حرفی بزنم؟ ایشون رو صدا کردم اومد صحبت کردم هی میگفت نه رفتم خدمت آقا گفتم آقا این لیسته اینا هستن. گفت اون نیم گفتم اون نیومد. همونجا تلفن رو گرفت گفت بهش میگید پاشو بیا. یعنی اینجوری نی. من میخوام بگم هماهنگ شدیم اومدیم اینجا. شما بپذیرید از ما
همه این عزیزان رو خانم صادق مالجوادی رو اصلا خود آقا گفتن که باشه. آخه چرا دارید منو وادار میکنید یه چیزایی که نباید بگم؟ همه این عزیزان با هماهنگی، با به اصطلاح تفاهم اومدن اینجا. خیلی از آدمایی که یه ذره شک توش بود ما بدون اینکه بگیم نیاوردیم تو لیستا. همین آقای دکتر عراقچی اولین کسی بود که آقا قبول کردن. اصلا قبل از اینکه اسم وزرا رو بگیم ایشون رو آقا قبول کردن، گفتن خوبه. یعنی این چیزایی که ما داریم میگیم دیگه منو وادار نکنید برم تو جزئیات قضیه. رأی بدید ما بریم دولت رو تشکیل بدیم. و السلام علیکم و رحمت الله. Hə, səhərdən deyir ağzımı açmayım, bunu istirdi deyə. İstirdi deyə ağaha qəbul eləyibdi. Siz kimsiz? Məclisin kilo neçədir? Rəy verin gedək. Kosa Səkkəl vəziri ilə xanım vəziri də nə zoq eləyirdilər. Onda ki dedi ağaha özü zəhvirdiçi gəldilər. Yəni məmləkət birbaşa ağahanınkidir. Kimə də ağanın nəzəri müsbətdir, bir no puan sayılır və heç kim biləsinə to deyə bilməz. Çünki ağaha toyuğun öldürər. Görünür ki, yazıq Məşibramın adı çıxmışdı. Hökumət indi yekdəst oldu. Məşibramın dövlətində yox. Özü də islahçıların əli ilə yekdəst oldu. Ta izafə danışan olmasın. Yəni ağaha bir miqdar çakirlərin içindən bir mərdomi dövlət seçdilər. 4 نفر را به عنوان سناتورهای فرمایشی انتخاب فرمودیم. اون 4 تا رو که گفتیم میمونه آقای دنیا مالی و نوری و عباس علی آبادی برادر عزیزمون. خب خیلی تبریک عرض میکنم سناتورهای انتصابی. امیدوارم موفق باشید و در بخش سناتورهای انتخابی من رفتم اجازه داد دهان گشادت را باز کنید. ببخشید مثل اینکه سخنرانیتون از تموم نشده بود، من عذر میخوام ازتون. بفرمایید. میمونه 4 تا دیگه. برادرمون آقای دکتر ظفرقندی، آقای دکتر میدری، آقای دکتر همتی و چاکران بی‌مقدار جناب آقای دامبول سلطنه، آقای بلدالملک، زرگ جان خودمان و پروفسور دوالملک را به عنوان 4 نماینده انتخابی انتخاب میکنیم. من میخوام بگم هماهنگ شدیم اومدیم اینجا. شما بپذیرید از ما. چی اصلا این سنا یعنی چی؟ معنی نداره اینطوری که من نمیفهمم. سناتورهای انتخابی باید از اقشار مختلف مردم باشن، نه؟ خب بله درسته. خب پس اینا کیان؟ دامبول سلطنه از قشر هنرمندان، دوالملک از قشر پزشکان، زرقی از قشر کارگران، بلدالملک از قشر نظمیه‌چی‌ها و داموس‌الملک هم که از صنف محترم دزدها. سنا از این مردمی تر میخواد؟ خانم صادق مالجوادی را اصلا خود آقا گفتن که باشه. حضرتا از این همه لطف و عنایت سپاسگزارم. مطمئن باشید هیچ چیز از ارزش‌های نوکری ما به شما کم نخواهد کرد. Demək olar ki, məclis yox, elə bütün məmləkət olubdu. Ağaha soxdu dərmanı. الان شده حسن ساخت درمانı. Ehtimalən bu intisabatdan ağızları ətə çatmayanlar da məclisin parkingində nümayəndələrin maşınlarına xəss salıblar. Çoxlu vilayət və ərzəşiklər çıxıb dedilər ki, Cədid Cumhur da Əhməd Kapşinə tay öz əhdafına çatmaqdan ötür ağahadan maya qoydu. Ağaha özü dəfələrlə deyib ki, mən dövlətin işinə dəxalət eləmərəm. ما عقیدمون این است که در زمینه‌های اجرایی رهبری نباید وارد میدان بشه و یک کاری رو اجرا کنه، یک کاری رو جلو اجراش رو بگیره. مگر اونجایی که deyəsən Cədid Cumhurun da kabinəsi məgər anzaikələrdən imiş. Amma ağaha bu mövrudi xassıda bu dəfə çox açıq və aşkar vilayələri qəhvəyi elədi. Və o dəstəz vilayələr və ərzəşiklər ki mütəqid idilər. Cədid Cumhur ağadan maya qoyub ta vəzirlərinə rəy etimad ala, ağaha fərmayişləri ilə bilələrin yerlə yeksan eləyib dedi, təyid eləmişəm heç, təkid də eləmişəm. آقای رئیس جمهور تو این زمینه خیلی پرکار و با تلاش وارد شدند برای انتخاب وزیرانی که
باید با ایشون همکاری کنن. با بنده هم مشورت کردن و من خب بعضی از افرادی که تعدادی رو که میشناختم یا صلاحیت اونها از طرق مورد وثوق به ما رسیده بود اینا رو تایید کردم، بعضی رو هم تاکید کردم. Onsuz da vəlayi və ərzəşilər Neysan adda qalarlar, amma söz adda yox. Lazım olsa Ağayı Ağahanın üzünə də dirənərlər. Amma Ziddinqilab bilir ki, Ağayı Ağaha məmləkətin balaca tərin işlərinə dixalət eləyir. Yəni məmləkətdə Ağayı Ağaha istəmədən nəsə baş verə bilməz. شنیدم که یک برای واردات یک نوگوشی لوکس آمریکایی در سال 98 حدود 0.5 میلیارد دلار اینجور گزارش شد به ما، مصرف شد. البته بخش خصوصی این کار رو میکنه، منتها بایستی دولت جلو این رو Bəli, dövlət gərək qabağını ala. Niyə? Çünki ağa istəyir. Cumhur İslamı da qovvi müqənnənə, yəni müftəs söz, Məclis-i Şura İslamı, yəni yataqxana, qovvi qəzaiyə, yəni Ağayı Ağahanın dəsturlarını icra eləyən, nizami qüvvələr, yəni ağanın cəlladları, əmniyyəti qüvvələr, yəni ağanın şikəncəgərləri və pərvəndisazları və ilə maşallah bütün hükümət Ağayı Ağahanın ixtiyarındadır. در رژیم گذشته تمام قدرت‌های کشور در یک جا جمع شده بود. قوه مقننه حرف مفتی بیش نبود. مجلس شورای ملی دوران رژیم هیچ کاری نمی‌کرد. بگیم استقلالی داشته باشه، یه مشکسانی بودن که به اراده و میل دستگاه حکومت و دربار راه پیدا می‌کردن در مجلس، با پول در حقیقت این چیزا معامله میشد. اونجا هم هرچی دل دربار میخواست و اون قدرت مطلقه همون رو عمل میکردن. چیزی نبود که بتوانه در مقابل اون دیکتاتوری و استبداد محمد رضا خانی مقاومت کنه و ایستادگی کنه. قوه مجریه هم که در بس در اختیار او. وزیر کی بود؟ نخست وزیر کی بود؟ همه کار یک نفر بود و او شخص طاغوت خبیث. Ağa deyir dərbar, siz eşidin beyti rəhbəri. İndi qəzavət sizlikdir. Cumhur İslami diktatorudur və bütün ərkan-ı nizam Ağayı Ağahanın müstəqim dəsturu ilə idarə olunurlar, ya hər şey millətin iradəsinə bağlıdır. İndiki söhbət vəzir vüzərədən getdi, lütfsüz dəyir cədid cumhurun vərzidə vəzirlərinə nəzər salaq. İndi buyuracaqsınız vərzidə yanı nə? Bilmisiniz vərzidə yanı nə? Gözləyin, indi توضیح verəcəklər. ورزیده یعنی این که بلد تلفن بزنه، بلد مذاکره بکنه، بلد جلوی طرف مقابل بشینه، بلد وقتی که اون وزیر یا اون مسئول آمریکایی خودکارش ناخودآگاه البته میگفتن وقتی مشت میزنه رو زمین خودکارش اینجوری پرت میشه، کمانه میکنه به سمت دیپلمات ایرانی که ایران با فرهنگ و تمدن و دارای هویت، اون ور نشسته آمریکایی 200-400 سال مثلا فرهنگ اگه داشته باشه، با اون قتل عام غزه ما میگیم اونم ندارن، وقتی این کمانه میکنه اینقدر جرأت داشته باشه که ورداره این رو پرت کنه به طرف درسته اون ناخودآگاه زد، ولی من ایرانی هم جلو تو نشستم. من میگم این آدم میشه یه آدم ورزیده. İndi bildiniz vərzidə yanı nə? Ancaq biz bilmədik əlini vırıb yerə ya mizin üstünə ki Xutkar kəman eləyibdi. Bir də axırda bu vərzidə vəziri İrani kəmanə eləyən Xutkar atıbdı tərəfin üstünə ya yox. Çün oranı deyəndə dili işləmədi. Getdi silentə. ورداره این رو پرت کنه به طرف درسته اون ناخودآگاه زد. Bizim o cələsədə huzurumuz yox idi. Amma bəlkə tərəfi müqabil vəziri vərzidənin qaş gözündən tərif eləməkdən ötür qələmi atıb vəzirə tərəf. Olsan ki, şayət tərəfi müzakirə konəndə Bərzamın gələcəyin bilirmiş və Xutqarı ayrılıq əlaməti olaraq kəmanə elətdiribdi.
خودکارو دست بگیر و بنویس از خنده با چش خیس بنویس از سلامی که بوی خدافزی میده. الله اعلم. Biz bilmirik, amma binabi səvabiq məsulini nizam-ı müqəddəs ki, ya mehmansəralardadılar, ya bacanaqları ilə təmrini xoşnevis eləyirlər, bəlkə bu müzakirə konəndi vərzidə sabiq ki, indi olubdur, vəzir vərzidə, diyarı qorbət və beladı küfrüdə, bacanağı və sair məsulini mömin və vilayədən uzaq olduğuna görə başqa istemallar üçün xudkar lazım olubdur. Tərəfi müzakirə konəndə də əlin çırpıb mizin üstünə ki, xudkarı çatdırsın vərzidəyə məzbura. با خودکار چیکار میکنی؟ منظورمون دستخط با خودکاره. با خودکار اذیت میشم. چرا نمیفهمی آقا جان؟ لا اله الا الله. Şayət də vərzidəyə məzbur özü xudkarın kəmininə düşübdür. Yəni əmdən özünü atıb xudkara tərəf. Axı Cumhur İslami və Cumhur İslami məsulları hər bir şeyi برعکس başa düşüb və tərsəsini eləyirlər. وقتی میرن در کمین پلیس قرار میگیرن و عمدن کاری میکنن که خب پلیس هم وظیفه‌شو انجام بده، داره یکی قانون شکنی میکنه باهاش برخورد بکنه، خب طبیعی که این برخورد طبق قانون که من الان میخونم مصوبه‌ای داریم 21 وظیفه نیروی انتظامی داره، باید وظیفه‌شو انجام بده. Hicabsızlar əmdən polislərə kəmin qoyduqları kimi ola bilər vərzidəyi sabiq və halı-hazır özü əmdən xudkara kəmin qoyubdur. Ta məsulini Cumhur İslamı olduğunu tərəfi müzakirə konəndiyə bildirə. Hər hal bu Cumhur İslamı əvamilin balaca işlərindəndir ki, özlərin gülünc vəziyyətə qoyarlar. Cumhur İslamı aba və ənsarin şaxis və bariz nişanələrindən biri də vərzidəliklarıdır. Əgər zahiri nişanələr, məsələn, səqqəl, alnının dağı, çihli köynək və qeyrə olmadı. Batini nişanələr, əhəmməz riyav, təzvir, yalançılıq, zalim, stəmgər, rəhmsizlik və qeyrə də sizin üçün əyan olmadı, hətmən vərzidədiyina fikir verəsiz. Biləcəksiniz ki, Cumhur İslam əvamilidir. Vərzidədər mehmansəra, vərzidədər amuzişi məzhəbi, vərzidədər bacanaq pərvəri, vərzidədər xudkarcili və ilə maşallah. Ağay ağaha vəzirlərin seçimindən sonra dövlət və kabinəsi ilə görüşdü və təyid və təkid eləyəndən sonra bəzi məsailədə miqdarsız çakirləri üçün quşsəd elədilər. Bu məsailədən biri də tolid misl və təvəllüd məsələsi idi. شبکه بهداشت من از آقای دکتر زبرقندی جدا میخوام روی این مسئله ایشون شخصا تکیه کنن، دنبال کنن این موضوع رو. یعنی واقعا برید دنبال این قضیه. نگذارید این موانع تولید مصر و ولادت رو که زیاد هم هست متاسفانه اینا رو کاملا تسلط پیدا کنید و نگذارید این کار ادامه پیدا کنه. Cinə ağay ağaha kilid eləyibdi fərzəndavər üstə. Bu bir haldadır ki, bugünkü günkü ağayı ağahanın nəfəsi isti yerdən çıxaraq bu sözləri danışırıq, məmləkətin hər yerində pərəstərləri vəziyyətləri ilə bağlı etiraz eləyib və narazıdırlar. Amma ağayı ağaha pərəstərlərin vəziyyətindən vəziri Behdaşda danışmaq yerinə, onların müşkülatın həllini vəzirdən mütalibə eləmək yerinə niruy nizamısın yollur ki, onları sərkub eləsinlər. Vəzirə də tolid mislidən danışır. Əlbəttə, ağay ağaha özü də bilir ki, tolid misli məvaniyi çoxdur. Amma vəzir-i mərbutədən istir ki, bu məvaniyi aradan qaldırsın. Vəzir-i mərbudətə bir kəlmə söz söhbətsiz gərək ki, əvamiri icra eləyir. Bismillahirrahmanirrahim. La havlete illa billah ve l'aliyyul azim.
در صورت صلاحی از دکانهای مسلح و پاسدار تشریفات حاضر فرمایید. Məsulin xudum tolid mislim məvaneyini də bilirlər. Amma bilmirəm niyə ağanın sözünə baxmırlar. مسکن همسر و شب اسباب سکونته و اگر مسکن نباشد همسر و شب هم برای انسان نخواهد بود. Bəli, əlhəmdülillah da ki, məsulini Cumhur İslamıda nə ləyaqət var cavanların məskən müşkülün həll eləyirlər. Nə cavanları həmsər təhiyyə eləmək imkanı verirlər, nə də sakit bir gecə qoyublar cavanlar üçün. Cavanlar be bərəkəti vücudu nəhzi məsulini vilay və xudum evlənə bilmirlər. Niyə? Çün bahalıq bidad eləyir. Məskən ki, ala bilmirlər. Daha icarə eləmək təvanları da qalmayıbdır. Qızılzat ki, olub roya. Toy tutmaqsat da ki, pişşiş. Cavanların çoxu bekardır. İşləyənlərin də əmniyyəti, şuğlusu yoxdur. Bu cavan necə evlənsin? Hələ lap tutaq bir belə müşkülatla evləndi. Olan gecə gündüz qoymamısınız ki, qalsın cavanlara. Elə bir balaca hazırlaşıb özlərin toparlayırlar ki, hərəkətə keçələr. Çətin intiqamdan danışsınız. Yazıqlar bilmirlər gecəni tolid məsələ məşğul olsunlar, ya gözləsinlər ki, indi məsullar İsraildən intiqamı səxt almaq adı ilə vırıb harasanı patladacaqlar. Bu stresdə iş görmək olmaz ki, qurban sənə. Ağahanın maşallah həm evi var, özdə nə ev? Ev deyir ki, beytidir, beyt. Həm həmsəri var, həm də sakit o aram gecəsi. O qədr aramdır ki, relax eləməkdən ötür داریوشا قلعاسری. ببینید آقا قبل از اینی که اصلا رئیس جمهور بشن، قبل از اینی که ایشون بشن امام جمعه تهران، من نزدیک بودم. خیلی از اوقاتشون زنگ به من میزد، میرفتم خدمت ایشون به من میگفتن، خود ایشون گفتن من وقتی که از زندان اومدم بیرون، آقای مهندس بازرگان لطفی کردن رفتیم دیدن ایشون. آقای مهندس بازرگان که صحبت کرد گفت، من برگشتم بهشون گفتم من وقتی زندان رفتم هر کس از در زندان اومد تو گل گندم میخوند. فهمیدم تأثیر گل گندمی که داریوش میخونه به عنوان آهنگ مبارزاتی، بوی گندم آره. بوی گندم برای من هرچی که دارم مال تو. درست شد؟ میخونه از منبری که ما میریم بیشتر تأثیر داره. اینا که من میگم من منظور چیز نیستم، مزاح و اینا نیستم، یعنی بحث کارشناسیه. Bəli, ağahanın heç bir müşkülü yoxdur. Məxsusən o üçqanə müşkülatdan ki, əziz malla nümayəndə buyurdular. Ağanın bir müşkülü var, o da yaş kuhulətidir ki, icazə vermir hərəkət eləsin. Qalan müşkülləri yoxdur ki, gir verib tolidi mislə. Ağa, sən ki, hər şeydə nərmişi qəhrəmananə görsətmisən. Bu tolidi misl mövzusunda da nərmişi qəhrəmananə ilə bizi bir xiyal oldu, nə olar? این اگر چنانچه قدرت بدنی داشته باشه اما قدرت انعطاف نداشته باشه قطعا شکست خواهد خورد. قدرت بدنی لازمه، قدرت انعطاف عضلانی هم لازمه. باید بتوانه در اون جایی که لازمه اون انعطاف لازم رو نشون بده برای اینکه بتوانه قدرتش رو به کار بگیره. این میشه نرمش قهرمانانه. پس انعطاف şərt lazım پیروزی است. Qurban sənə necə Süleymanı və sərdarlar və sairəni bir xiyal oldun? Necə həniyyənin intiqamı səxtindən taktiki əqəb neşin elədin? Cavanların tolidi mislindən də taktiki əqəb neşin elədi. قاتل سلیمانی و آمر به قتل سلیمانی باید انتقامشون رو پس بدن. اینایی که گفتی مربوط به مجموع استکبار و آمریکاست. گاهی اوقات عقب نشینی تاکتیکیه. عقب نشینی هم یه تاکتیکه گاهی اوقات، مثل پیشروی. اون اب نداره الا متحرفا لقتال او متحیزا الی فعه. تاکتیک اینه. Canıvan da olsun, bizdə My Baby almaq təvanı yoxdur. Quru süd davaxanalarda tapılmır. Uşağın paltarı neçə milyondur. Dava döhtürü çatdıra bilmirik. Özüvə baxma, həm beytün beytidir, icarə fikr eləmisən, həm işin təzmini olubdur. Həm də aram gecə sahibisən. Bizdə onlar yoxdur. Sən bizi bixiyal ol, qədəmlərvi gülbaran elərik.
Yol Ato, projeyi Pərvəndi Sazi. Mənə söz ver, çıxın ishar eləyim fikrimi bir-bir. Mənə söz ver, qalacaq gizli bu sir ikimizə dair. Mənə söz ver, sözə xatir, edə gizlinləri zahir. Mənə söz ver ki, vəsair və ilaxir. Ato müddəidi ikinci şübhəli şəxs Cəlilidir. Çün Ərağın bayrağını saldı boynuna. 8 سال ما تو دفاع مقدس نبودیم، شهید ندادیم که اینجوری بشه. آخه هر کی هر کاری میکنه میگه ما شهید دادیم. اتفاقا اون عده زیادی که مدعیان شهید ندادن. شهید ماها دادیم، مردم دادن، نه مسئولین. شما که بچه‌هاتون اونورن که دارین عشق دنیا رو میکنن. Bu həftənin birinci şübhəli şəxsi Əli İntizari Ustad Danışgah Cumhuri İslamıdır. Çün hökumətə xoşrəxsi eləyib qətlə yetirdiyini sünni deyərək alçatmağa çalışıb və niflə sözün işlətdi. در واقع وقتی این اتفاق میفته که یه جوونا میان در واقع برای به قتل رسیدن یا کشته شدن یا مثلا نفله شدن یه دختر خانم کرد سنی وارد میدون میشن. Ato iddia edir bu həftənin baş şübhəli şəxsi Əhməd Dünyamali Cədid Cumhurun vərziş vəziridir. Çün dedi, rəisi federasyonlar içində dəbirini çox sevirəm. Yəni hazır olun ki, bütün vizarəti vərzişə tabi olanların hamısı uğdeylərdən seçiləcək. Ato iddia edib müddəi ola bilər, amma əsas qizavət sizi millətin öhdəsinədir. Sizsiz ki, təşxis verməlisiniz kim məhkumdur, kim təbrə. Bir neçə verilişdir ki, bərnaməni televizyondan görə bilmisiniz. Çün Az News TV-nin yayımı mahvarədən dayanıbdır. Ümid edirik ki, yaxın gələcəkdə eləyə bilərik televizyon vasitəsilə də sizlərin huzurunda olaq. Amma feylən bərnaməni Instagram, Telegram və YouTube kanalımızdan izləyə biləsiniz. Bu idi bu həftənin Ato verilişi az növ eşbətə. Mən Vəhid Qəyyum və fikr edirəm hər qaranlıq gecəni vardı bir aydın səhər. Bir vəfasız validi təkliyə öyrətdi məni. Gedib əğyarə könül bağladı, titrətdi məni. Etibar etdiyim dostlar atıb getdi məni. Nə biləydim ki, yağar mən güvənən dağlara qar. Bir də gördün ki, qış ömrün təzədən oldu bahar. Hər sonun bir əvvəli, hər əvvəlin bir sonu var. Bilən Tanrıdır, gəlir hər insanın başına nələr. Sən də Tanrını sev, darıxma, hər şey düzələr. Hər qaranlıq gecənin var